Azərbaycanda Baku Expo mərkəzində Bakutel 2015-21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi ilə tanış olub. Bakutel 2015 sərgisi ilə tanış olmaq üçün Prezident İlham Əliyev Baku Expo mərkəzinə gəldi. Məlumat verildi ki, dekabrın 5-nədək davam edəcək sərgidə 200-dən artıq şirkət iştirak edir. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15%-ni təşkil edir. Dövlətimizin başçısı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendi ilə tanış oldu. Burada Prezident İlham Əliyevə elektron hökumət portalı və data mərkəzi barədə ətraflı məlumat verildi. Bildirildi ki, 2012-ci ildən fəaliyyətə başlayan elektron hökumət portalı artıq özündə 80-dən artıq qurumu birləşdirir. Hazırda 45 qurum tərəfindən 432 elektron xidmət, 220-dən artıq elektron ödəniş olmaqla vətəndaşlarımıza ümumilikdə 650-dən artıq elektron xidmət göstərilir. 35 qeyri-dövlət qurumu da portala qoşularaq bu xidmətlərdən yararlanır. Son 2 il ərzində istifadəçilərin sayı 10 dəfə artaraq 2,5 milyona çatıb. Qeyd edildi ki, ötən ildən elektron arayışların verilməsinə də başlanılıb. Dövlətimizin başçısına data mərkəzi barədə məlumat verildi. Bildirildi ki, bulut texnologiyası əsasında regionda birinci olan data mərkəzi artıq istismara hazırdır. Mərkəzin istifadəyə verilməsini şərtləndirən sertifikatlaşdırma prosesi artıq tamamlanıb. Avropa Nüvə Tədqiqatları Mərkəzinin apardığı elmi tədqiqatların nəticələrinin bu data mərkəzində saxlanılması və istifadə olunması ilə bağlı razılaşma var. Data mərkəzinin istifadəyə verilməsi ölkədə elektron hökumətin genişlənməsinə, həm dövlət, həm də qeyri-dövlət orqanlarının informasiya məlumatlarının saxlanılmasına imkan verəcək. Prezident İlham Əliyevə Google'un yeni platforması barədə məlumat verildi. Culture Institute adlanan platforma dünyanın bütün muzeyləri, sərgiləri və maraqlı, mədəni, görməli yerlərini əhatə edir. Məlumat verildi ki, ilk olaraq Azərbaycanın 3 muzeyi platformaya daxil edilib. Bunlar Xalça Muzeyi, İncəsənət Muzeyi və Musiqi Mədəniyyəti Dövlət Muzeyidir. Ümumilikdə bu 3 muzey üzrə 1000-ədək eksponat platformada təqdim ediləcək. Google bu platforma üzrə Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindədir. Dövlət başçısına SERİN Avropa Nüvə Tədqiqatları Təşkilatının məqsədi və funksiyaları barədə də məlumat verildi. SERİNdə çalışan fizik və mühəndislər yer kürəsinin fundamental quruluşunu öyrənirlər. Onlar materiyanın tərkibini, əsas elementlər hissəciklərini öyrənmək üçün dünyanın ən böyük və ən mürəkkəb elmi alətlərindən istifadə edirlər. 1954-cü ildə təsis edilmiş SERİN laboratoriyası Fransa-İsveçrə sərhədinin Cenevre şəhərinin yaxınlığında yerləşir. Hazırda 21 dövlətin üzv olduğu təşkilat Avropanın ilk birgə müəssisələrindən biridir. Sərgidə Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin İqtisadi İnkişaf Nazirliyi Dubay Eksport İxrac İnkişaf şöbəsi ilə təmsil olunur. Prezident İlham Əliyevə qurumun gələcək planları və məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Dubay Eksport qarşısına innovasiya ilə inkişaf məqsədini qoyub. Bakutel sərgisinə ilk dəfə qatılan Dubay Eksport ümumilikdə ölkəmizdə keçirilən müxtəlif səpkili sərgilərdə artıq 3 ildir ki, iştirak edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı artıq uğurlu fəaliyyətinə başlayır. Sərgidə bu parkın ilk rezidenti olan HTech Invest şirkəti də iştirak edir. Bu şirkətin əsas məqsədi dünyanın tanınmış informasiya texnologiyaları şirkətlərinin məhsullarının Azərbaycanda yığılmasını təmin etməkdir. Hazırda Acer şirkəti ilə danışıqlar bitmək üzrədir. İlk məhsul 2016-cı ilin fevralında istehsal ediləcək. Acer şirkəti dünyanın 5 ən nüfuzlu IT şirkətlərindən biridir. Sərgi iştirakçıları arasında aparıcı informasiya kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alır. Ənənəvi olaraq sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə bir sıra ölkələrin milli stendləri təqdim olunur. Prezident İlham Əliyev Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin stendi ilə tanış oldu. Məlumat verildi ki, Qafqazda yeganə peyk operatoru olan Azərkosmos Açıq Səhmdar Cəmiyyəti telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan Intelsat ilə Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin uzun müddətli razılaşmasına əsasən 45 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşəcək Azerspace 2 Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək. Azerspace 2 Azərkosmosun sadəcə ikinci telekommunikasiya peyki olmaqla yanaşı Azerspace 1-in əhatə zonasını genişləndirərək Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Tropik Afrikada ödənişli televiziya, hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətlərinin artan tələbatı qarşılayacaq. Bakutel 2015 sərgisi çərçivəsində Azerspace 2 peykinin orbitə çıxarılması barədə Azərkosmos Açıq Səhmdar Cəmiyyəti ilə Fransanın Ariane Space şirkəti arasında müqavilə imzalandı.
2017-ci ildə orbitə çıxarılması planlaşdırılan Azerspace 2 Pekinin Fransanın Ariane 5 raketi ilə Fransız Qviyanasından orbitə çıxarılması nəzərdə tutulub. Dövlətimizin başçısına Kaspersky şirkəti barədə də məlumat verildi. Bildirildi ki, şirkət artıq 18 ildir ki, 33 ölkənin İKT bazarına kompüter və informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə öz məhsullarını təqdim edir. Şirkətin məhsulları arasında kompüterlərin nəzarəti və mühafizəsi, şəbəkələrin, elektron ünvan serverlərinin, mobil avadanlığın, fayl serverlərinin kiber hücumlardan qorunması üzrə xidmətlər yer alır. Sərgidə ilk dəfə iştirak edən Kaspersky'nin ölkəmizdə nümayəndəliyi də fəaliyyət göstərir. Sərgidə informasiya texnologiyaları sahəsi üzrə yeni nəsil və milli geniş zolaqlı internet üzrə həll variantları, 4-5G mobil texnologiyalar, fiber optik və bulut texnologiyaları üzrə xidmətlər, elektron hökumət, Smart Azərbaycan layihəsi üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alır. Dövlətimizin başçısı Formula 1 Avropa Grand Prix yarışının stendi ilə tanış oldu. Məlumat verildi ki, gələn il Bakının ilk dəfə ev sahibliyi edəcəyi yarış milyonlarla televiziya tamaşaçısının diqqətini bir daha ölkəmizə yönəldəcək. Dünya üzrə məşhur pilotlar UNESCO-nun dünya irsi siyahısına daxil olmuş, İçəri şəhər tarix memarlıq qoruğunu əhatə edən yollarda, Xəzər sahili boyu və müasir göydələnlərin əhatə etdiyi ərazidə yarışacaqlar. Yarışların promotor şirkəti olan Bakı şəhəri halqası bu möhtəbər turnirin yüksək səviyyədə keçirilməsi ilə bağlı hazırlıq işlərinə artıq başlayıb. Çinin Huawei şirkəti də sərgidə geniş təmsil olunur. Yüksək texnologiyalar üzrə bu şirkət dünyanın ən böyük 100 şirkətindən biridir. Şirkətin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda nümayəndəliyi var. Huawei artıq 15 ildir ki, Azərbaycanda öz xidmətlərini təklif edir. Şirkət ölkəmizin aparıcı mobil operatorları ilə əməkdaşlıq edir. Huawei məhsulları arasında planşet, mobil telefon, şəbəkə, kommunikasiya, IT avadanlığı və stasionar kameralar var. Şirkət ölkəmizdə Huawei Azərbaycan adı ilə fəaliyyət göstərir. Prezident İlham Əliyev və Sumqayıt Texnologiyalar Parkında yeni istehsal edilən məhsullar barədə də məlumat verildi. Onların arasında kommunikasiya dolabları, ödəniş terminalları, infoköşk, rabitə, internet elektrik kabelləri var. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəməyə qadirdir. Dövlətimizin başçısı CEP şirkətinin stendinə də baxdı. Şirkət 1972-ci ildə Almaniyada təsis olunub. Proqram təminatı və biznes əllərinin istehsalçısıdır. 190 ölkədən 290 min müştərisi olan şirkət yeni nəsil məlumatlar bazası, proqram təminatları ilə dünya bazarının liderlərindəndir. Şirkətin gələn il Azərbaycanda rəsmi ofisinin açılışı nəzərdə tutulub. CEP sərgidə Smart Azərbaycan üçün innovativ texnologiyaları təqdim edir. Onların arasında innovativ liman logistikası, innovativ energetika, innovativ kənd təsərrüfatı və hava daşımalarının interaktiv idarə edilməsi var. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Cisco Systems şirkətinin stendi ilə tanış oldu. Şirkət internet texnologiyalarının, şəbəkələrin təhlükəsizliyi, videokonferans, IP telefoniya sistemlərinin, Internet of Everything, simsiz şəbəkə, data mərkəzlər həllərinin istehsalında dünya lideridir. Sonra dövlət başçısına kiber təhlükələri və onların idarə edilməsi sistemi barədə məlumat verildi. Dünyada real zamanda baş verən kiber hücumlar, Avropa və Azərbaycan üzrə spam aktivliyinin vəziyyəti barədə də məlumat diqqətə çatdırıldı. BMT, Beynəlxalq Kommunikasiya İttifaqı və rabitə sayəsində regional birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı Bakutelin beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərgidə startap şirkətlərinə iş üçün xüsusi yer ayrılıb. Sərginin təşkilatçıları qismində İTEKA Caspian və Caspian Event Organizers şirkətləri çıxış edir.